Dünya yeni bir soyuq müharibə yaşayır. Amma bu dəfə silahlar və tanklar, raketlər deyil, algoritm və çiplər. Söhbət süni intellekt yarışından gedir. ABŞ və Çin 21-ci əsrin texnoloji super gücləri gələcəyin beyinlərini formalaşdırmaq uğrunda mübarizə aparır. ABŞ hələlik bir addım öndədir. OpenAI, Anthropic, Google, DeepMind kimi şirkətlər sayəsində ən güclü dil modelləri, ən dəqiq generativ sistemlər artıq Vaşinqtonun nəzarətindədir. Lakin Çin də geri qalmır. Pekin 2030-cu ilə qədər dünyanın aparıcı al dövləti olmağı rəsmi strategiya sayır. Bind Ernie Bot, SenseTeam, iFlytek kimi sistemlər Çində milyonlarla istifadəçiyə xidmət edir. Üstəlik dövlətin bu sahəyə sərmayəsi ABŞ-dən 2 dəfə sürətlə artır. Əsl mübarizə isə çip və məlumat üzərindən gedir. ABŞ Nvidia kimi şirkətlərlə yüksək güclü GPU-lar ixracını Çinə qadağan edib. Çin isə buna cavab olaraq öz çip sənayesində milli təhlükəsizlik prioritetini elan edib və Huawei Ascend prosesorlarını bazara çıxardıb. Bu rəqabətin başqa bir cəbhəsində də al nəzarəti dayanır. ABŞ süni intellekt bazarını azad prinsiplərlə inkişaf etdirir. Çin isə onu dövlət nəzarəti və milli ideologiya çərçivəsində tənzimləyir. Yəni bir tərəfdə yaradıcılıq azadlığı, o biri tərəfdə idarə olunan sabitlik dayanır. Ekspertlər deyir ki, bu yarış təkcə texnologiya savaşı deyil, bütün qlobal nizamın gələcəyini müəyyən edəcək bir döyüşdür. Kim süni intellektə qalib gələcəksə, o həm iqtisadiyyatda, həm də hərbi texnologiyada üstün mövqeyə çıxacaq. Görünən odur ki, 21-ci əsrin hegemonluğu dövlətlərin deyil, algoritmlərin əlində olacaq. Bəlkə də yaxın 10 ildə super güc anlayışını artıq super al əvəz edəcək. Kanalımıza abunə olmağı, bəyənib paylaşmağı unutmayın.